Mirzə Cavad bərk yorulmuş, hıqqana qapıdan evinə daxil olub, abasının altından bir yeşik çıxarıb, qapının ağzına qoydu. Bir dəsmala da bağlı 3-4 kitab pəncərənin taxtasının üstünə qoyub, özünü yıxdı ocağın qırağına. Arvad əlində toxuduğu corabı kənara atıb, qalxıb ərinin başı altına bir mütəkkə qoydu. Mirzə başını mütəkkənin üstünə qoyub uzanmaqda olsun, biz də onun kim olduğunu nəql edək. Mirzə Cavad küçə mirzəsi idi. Böyük şəhərlərdə, məsələn Tiflisdə, Bakıda, İrəvanda, Gəncədə onları görmək mümkündür. Bunları ya məscid darvazasının altında, ya meydanlarda görərsiniz. Bir xırda palaz salıb, qabaqlarında bir yeşik və yeşiyin üstündə 2-3 kitab, bir qələmdan, neçə vərək kağız əyləşib müştəriyə müntəzirdirlər. İrəvanda bir belə mirzəni, hətta kəbin kəsdiyini görmüşəm. Söz yoxdur ki, hər ticarətin mədaxilinin qədəri bağlıdır müştərinin az-çoxluğuna. Həmçinin bu mirzənin də mədaxili gündə bir abbası ilə 1 manatın arasında dolanırdı. Mirzə Cavad da bu mirzələrdən idi. Mirzə Cavadın bir oğlu var idi, 23-25 yaşında, adı Əhməd. Bu oğlan bilyard oyununu özünə peş eləmişdi. Hər gün sübh gedib, gecə yarısı gəlirdi. Oğlan oyuna bir mərtəbədə alıda olmuşdu ki, gecə vaqiədə də oyundan sayaqlayardı. Elə görərdin deyir, Recatuza Sredina, Ugol Desatovo, rəhmətli oğlu, sən ki oyunçu deyilsən, odunçusan, utanmırsan, mən tək hərfin qabağına çıxırsan. Bunu hədyanatdan sübhədək danışıb, sübh durub, çay içməmiş gedərdi. Əhmədin doğrudan da özünə hərif deməkdə haqqı var idi. Doğrudan da bilyard oynamaqda məharət yetirmişdi və şəhərdə də oyuncular arasında şöhrət qazanmışdı. Əhməd çox pul udardı, amma hamısını xərc edib evə bir qəpik gətirməzdi. Evin dolanacağı ancaq Mirzə Cavadın qələminə bağlı. Arvad bir istəkən çay töküb Mirzənin qabağına qoymuşdu. Birdən Əhməd daxil oldu. Gözlərinin altı göyərmiş, burnu qanamış, çuxasının bir qolu yox, paltar başdan ayağa təbaşirə bulaşıq, xülasə, xubunca döyülməyin hər bir nişanəsi zahirdə. Anası oğlunu bu sifətdə görüb soruşdu. Abala, bu nə köktü düşübsən? Mirzə Cavad arvadın səsinə geri dönüb, oğlunun halətini görüb, başladı söylənməyə. Aməlun, ay xəsərrə dünya vəl-əxirə, bu nə sifətdir? Məyər başına peşə qəhətdir? Məyər Allah buyuran peşələrin birisinin dalınca gedə bilməzsən? Heç utanmırsan ki, səni 3də 1, 5də 1 bugünə salıb mənim üstümə göndərirlər. Bir boyuna bax, məndən utanmırsan, tay düşünmən həya elə. Xülasə, Mirzə Cavad o ki deməli idi oğluna deyib, ürəyini boşaltdı. Sonra oğlu ağzını açıb, atasının məzəmmətinin qabağında söylədi. Əlbəttə, adam ki kasıb oldu, onu döyərlər də, söyərlər də. Adına divanə də deyərlər. Mənim pulum olsa, 1-5 qoşu da mən saxlaram. İnsafdır ki, Hacı Rəsulun oğlu kimi it məni döydürsün. Təqsir onda, amma döyülən mən. Sən Allah bir qulaq as. Şarın nazına çiteliyib uğula. Şar gedib Serediniyə düşür. Şarı götürüb deyir ki, elə mən Serediniyə nazına çitələmişdim. And içdim, şahid göstərdim, markördən xəbər aldım. Heç birisinə qulaq asmayıb dedi, elə belədir ki, belədir. Axırda bir cəzbə dedim ki, qardaş, bu ağ yalanı nə üçün deyirsən? Elə onu dediyimi gördüm. Birdən üstümə bomba kimi partladı. Ədə, Prişkeviçin oğlu, sən mənə yaman deyirsən? Kinim vurdu başıma. Yaxasına əl atan kimi üstümə 2 qoçu düşdü. Onlar 3, mən tək. Məni bu kökə saldılar. İndi mən bir dövlətli kişinin oğlu olsaydım, Hacı Rəsul oğlunun ağzı nəydi mənim yavığıma gələ biləydi.
Eğer qoçular olmayaydı, ona elə qapaz ilişdirərdim ki, gözləri axund fənarı kimi yanardı. Atası xəbər aldı. Ayol, Poroştoviç dedin ha, nə dedin, o nə sözdür? Nə bilim nə söz, yaxşı söz olsa öz atasına deyər. Soruşdum, dedilər ki, bu təzə Rus söyüşüdür. Mənim bu kökə düşməyimin səbəbi, bax mənim bu ocaq qırağında uzanıb yatan atamdır. Mirzə Cavad yerdən bir halətdə sıçradı ki, ev onun başına uçsaydı, belə cəl sıçramazdı. Üzünü oğluna tüp dedi, agədə, azındıq oğluzundur. Gündə bir dəfə səni it kimi döyəcəklər, təqsir məndə olacaq. Hə, gündə bir dəfə məni it kimi döyəcəklər, təqsir səndə olacaq. 80 yaşın var, hanı sənin dövlətin? Taytuşlarının hərəsi bir kişi olub meydana çıxıblar. Sən elə 100 ildir gözünü bir qələmdan ilə bir neçə kitaba tikibsən. Heç ölürsənmi? Sənin üstündən nağının oğlumusa gəldi milyoner oldu. Arabaşı Şəmsinin evinə Buxara əmiri qonaq gəlir. Hacı Zeynəlabudin gündə 2 şahiyə çiynində palçıq daşıyırdı. İndi çiyninə palçıq tabağı əvəzinə yaranal paqonu taxıb. Axır bunların hamısı sənin yoldaşlarındır. Sən niyə özünə bir gün ağlamayıbsan? Hanı sənin də buruqların, zavodların, 5 mərtəbə evlərin? Kişi dedi, abalam, məni basıb yeməyəcəksən ki, onlara Allah verib, mənə verməyib. Davam var, get Allah elə. Dövlət ki, yerin deşiyindən çıxmaz. Bu söz Əhmədi daha da hissləndirdi. Bəs bu dediyim adamların dövlətləri göydən mi yağıb? Hamısının dövləti yerin deşiyindən çıxmayıb haradan çıxıb? Şuurun olaydı, vaxtında xalq tutan yerlərdən bir 5 desetin sən də tutoydun. İndi də bir kişi olaydın. Mirzə cavab verib dedi, ayol, nə olar bu qoca atana eylədiyin nəsiyyətdən, biraz da özün eyləyəsən. Yer deşiyindən pul çıxartmaq asan isə, get sən də çıxart. Pul qazanmaq şuur, fərasət istər isə, səndə də olsun da. Bu söz Əhmədi tutdu. Əhməd bir dərin fikrə gedib, birdən güya yuxudan ayıldı. Yaxşı, ata, indi mən yer deşiyindən pul çıxardım, sən də tamaşa elə. Bu sözü deyib evdən çıxdı.